Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Tanınmış telejurnalist Nailə Əkbərova vəfat edib. Xəbər verilir ki, bu barədə telejurnalistin yaxınları məlumat paylaşıb. Əkbərova Nailə Ənvər qızı 27 avqust 1963-cü ildə Şamaxı şəhərində anadan olub. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. 1981-ci ildən Azərbaycan Dövlət Televiziyasında çalışmağa başlayıb. 97-2006-cı illərdən musiqi verilişləri baş redaksiyasında baş rejissor vəzifəsində çalışıb. 2006-cı ildə Space telekanalında bir neçə verilişin rejissoru işləyib. 2009-cu ildən TRT televiziyasının əməkdaşıdır. TRT Avazda yayınlanan Qafqazlara əsər yellər proqramının müəllifi, rejissoru və aparıcısı olub. Azərbaycanda ilk klip yaradıcılarındandır. Allah rəhmət eləsin, ailəsinin izlərinə səbirlər.